Dostlar, deməli Zabatçı qəsəbəsi İstixana kombinatı küçəsində dəyərli şəhid atası və şəhid anasının da evini su basıb, onlara demək sözləri var. Buyurun, özü təqdim edin, zəhmət olmasa. Buyur. Mən şəhid Salih Əliyevin anası Solmaz xanım. Bizim vəziyyətimiz hər gün bu vəziyyətdədir. Hər il, hər dəfə bərk yağış yağanda bizim evlərimiz bax bu vəziyyətə düşür. Baxa da bilərsiniz, evlər hamısı yaman gündə. Bizim sizin çək gəlişinizdən xəbərimiz yoxdur. Mən axşamdan evdən çıxmışıq. Dünəndən biz nəvələrimlə, gəlinlə evdən çıxmışıq. Evdə yaşayış yoxdur, yaşamaq olmur, suyun içindədir. Kanalizasiyalar işləmir. Heç vaxt bu zabrata baxan yoxdur. Zabratın vəziyyəti elə bir balaca yağış yağan kimi həmişə bu gündəyik. Bizim yaşayış tərzimiz budur. Xahiş eləyirəm, buna bir əncam çəksinlər. Yollarımız bərbad gündədir, evlərimiz suyun içindədir. Çox pis, acılacaqlı bir vəziyyətdəyik. Evin ailəsi hərəsi bir tərəfdədir. Biri əmi evində, biri dayı evində, biri bacı evində, hərəmiz bir yandayıq. Buna vaxta kimi davam eləyəcək. Çox xahiş eləyirəm, aidiyyəti qurumlardan bizə bir köməklik göstərsinlər. Buyurun. Şəhidin otağı, oranı biz vedrə suyunu götürürük ki, şəhidin otağına su dolmasın. Seçmişim. Belə dostlar, yayımızı beğenin, paylaşın, kanalımıza abone olun. Sağ olun, sağ olun.